metodon atıram, metodonun üstündən lirika atıram, lirikanın üstündən kokos çəkmişəm bu gün. Axşamınız xeyir əziz xalqım. Deməli bir nəfər xanım müraciət eləyib, tanınmış xanımdır. Bir dəfə reabilitasiya keçib, sadəcə yenə xətaya düşüb, müraciət eləyib. Bildiyiniz kimi bizdə kişilər üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzidir. Sadəcə olaraq xanım öz vəziyyətini, öz çətin halını elə ifadə elədi ki, biganə qala bilmədim. Ona görə də çəkib paylaşacağım inşallah ki, bizi tanıyan dostlar, qardaşlar müraciət eləyər, xanıma dəstək olarıq. Birazdan görəcəksiniz ki. Mən babayaq atanı da gördüm, ananı da gördüm. Görsən necə boyunlarım bükülür. Yəni dəyər, bu kayf demək olar bunun adına. Bu kayfdır, sən eləyirsən. Bax, adı sənə belə məsəl çəkimdə, mən də istifadəçi olmuşam. Mənim atam, anam bugün deyir, gülür, hər şey qaydasındadır. Sən atan, anan boynu bükük, yazıq qalıb belə, bilmir neynəsin. Sən də deyirsən ki, mən kayf edirəm. İndi kayfı mən edirəm, yoxsa sən edirsən? Kimi heç sənə tuta bilmirəm də, yəni o qədər belə hər şeydən əlimi üzmüşəm, qıraqdan o qədər içmə qapanığam ki, qıraqdan hamı elə bilir ki, hər şey bomba kimidir, Enya yaxşıdır, kayf edir də, sırva gedib özü bilər və yaxud da necə də. Amma inandıra bilmirəm ki, insanlara içində bir dənə proses gedir mənim, aylarda da, yəni o proses gedir. Yəni o məni o qədər incidir ki, başıma da vurur psixoloji, içimi də dağıdır. Prosta ki, onu üzə vermirəm də. Hamı elə bilir ki, salamatsızlıqdır, Enya bomba. Hamıya deyirəm ki, gördüyünüz bu Enya, yəni mən deyiləm də. Mənim içində gedən proses tamam başqadır. Bugün məsəl üçün qalsaydım, 3-ilə yaxın 3-cü il ayıqlığım idi. Amma yəni sinət qalmadı. Elə bir dənə vəziyyətdəyəm ki, təmiz əlimi üzmüşəm də hər şeydən. Elə bilirəm ki, elə belə də olacaq. Öz-özümə deyirəm ki, sən sağalmayacaqsan onsuz da. Sən elə belə də öləcəksən. Hər şeyi artırmışam. Hansı ki, əvvəlki istifadəmdə belə şeylər yox idi. Bugünkü istifadəmdə amma hər şeyi o qədər artırmışam ki, çox pis vəziyyətdə də. Bir həftədir yuxu yatmıram bir şey ki. Vəziyyətim çox pisdir. Bir həftədir mənim gözümə yuxu deyilən şey dəymir, gedmir. Yata bilmirəm. Başım təmiz pozulur, yerində deyil. Əvvəl çəkirdimsə, məsəl üçün az çəkirdimsə, bugün qatıb batışdırıram hər şeyi bir-birinə. Bugün nəyin üstünə atmışam, bilmirəm də, yəni nədiyimi, heç nə təsir eləmir də, heç nədən tuta bilmirəm də, yəni. Elə bir həddəyəm ki, narkotikdən də nəsə tuta bilmirəm. Vaxt vaydı mənə unutdururdu nələrsə, gedirdim, götürürdüm, çəkirdim, hər şey bomba kimi. İndi onu da tuta bilmirəm. Qatıram, metodon atıram, metodonun üstündən lirika atıram. Lirikanın üstündən kokos çəkmişəm bugün. Aləmi vurmuşam bir-birinə, heç nə tuta bilmirəm də, yəni. Mərkəzə gedəndə elə bilirdim ki, dibdəyəm. Amma bugün görürəm ki, bugün dib, yəni mən bugün yaşayıram da, yəni o dibi. Həmən vaxtı, yəni mən dibdə olsam da, bugün ondan qat-ba-qat, yəni dibdəyəm. Elə qardaşlar reabilitasiya. Bəli, Şamil qardaş, necəsən qardaşım, nə var, nə yox? Salam, Məlişim, qurban, necəsən qardaşım? Sağ ol, Allah razı olsun. Deyəsən canlıdan görüb yığmısan. Canlıya baxıram, bir yandan istəyirəm ki, ona görə zəng elədim. Buyur qardaşım. Ki, Enya xanımı tam təmənnasız olaraq, misal üçün, sağalmasına zor qədimə götürə bilərəm. Əgər sağalmaq istəyi varsa, sağalmaq istəyirsən. Allah səndən razı olsun, mənim qardaş. Allah razı olsun. Cümləmişdən. Hal-hazırda 440 nəfərə yaxın adam var qardaşım. Yəni düşünürəm ki, böyük bir addım atdın. Allah səndən razı olsun Şamil. Sən belə deyək də bir dənə konum at elə bu nömrəyə. Zəhmət olmasa. Elə biz canlıda istəyirəm gələm. Uyğundur qardaş. Problem yoxdur, uyğun. Enya, gedirəm mən. Sözün var nəsə? Yox. İnşallah Allah asanlaşdırsın. Yaxşı yerdəsən, hər şey yaxşı olacaq. Yaxşı? Sağ ol.